Dostlar, salamlayıram hər birinizi, necəsiz? Hal-hazırda 2026-cı il Malayziya Kuala Lumpur paytaxtda Ramazan bayramı münasibəti ilə bayram namazı qılmağa hazırlaşıram. Açığı Malayziyada bir gün sonra bayram olunacağını elan etmişdilər. Mən bayram namazını yenə də onlara qoşulmağı seçdim və onlarla bərabər olmaq istəyirəm. Bu anı yaşamaq istəyirəm. Sevinclərə şərik olmaq istəyirəm. Bu səbəblə hal-hazırda məscid axtarışındayım. Para hadirin yang dirahmati Allah sekalian, di kesempatan yang penuh keberkatan ini, saya selalu لا إله إلا الله وحده صدق وعده ونصر عبده. Dostlar, mən bir neçə nəfərlə görüşdüm. Sağdan soldan görüşməyə başlamışdılar. Bayramlaşırlar da. Nəsə sıra bir şey oldu. Nəsə bir şey oldu, mən itirdim. Da bir də girəmədim sıraya. Belə bir içki götürdüm, istidiyaz götürdüm. Daha da çox da xoşuma gəlmədi, amma bəlkə də südlü çaydı, bilmirəm. Burada da məşhurdur olduqca. Yemək də verirlər, o yeməklərin mənbəyini tapa bilmirəm. Yəni acından ölürəm. İnşallah onları bir tapım, ötürüm içəri. Bir də burada da adətlərdə var çox güman. Əmilər, xalalar balaca uşaqları zərflər verirlər, hazır gətirirləri. Çox güman ki puldur. Adamın uşaq olmağa gəlir. Normalde belə deyiləm. Amma bu dəfə yemək tapa bilmədim. Yəni hədəf qoyduğum şey tapa bilmədim. Heç Ramazan bayramımız mübarək olsun.